İnanın keçən il Birləşmiş Əmir Əmirliklərindən o Yuxu Yozan deyirəm, bir alim var orada, Yuxu Yozan. Azərbaycana gəlmişdi. Gəlib dincəlməyə. Son gün məni zəng elədi ki, mən də buradayam. Deyirəm, niyə əvvəl zəng eləmədi? Narahat eləmək istəmədim. Getdim, görüşdüm. Azərbaycandan mənə insan bəzən kənardan baxmalıdır. İnsan nemətin içindəyik, bəlkə onu görmürük də. Mənə elə şeylər danışdı. Dedi, bu nə əminamanlıqdır, deyir. Bu nə gözəllikdir, deyir. Mən deyir, şok oldum, deyir. Mən deyir, eşitmişdim, amma özüm yaşadım, deyir. Baxın, bunun deyir, qədrini bilin. Mənə siz nə dedi? Dedi, bunun qədrini bilin. Sən deyir, din alimi kimi deyir, bilirsənsə nə isə, qədrini bilməlisən, vətən üçün dua eləməlisən. Hətta dedi ki, o kim ki din adı ilə insanları pis yola dəvət edir, radikallığı yer, onlara qarşı deyir, mübarizə eləməsən, aparmasan, sən deyir, dinə deyir, Rəbbinə xəyanət edirsən, deyir. Sənin borcun da ilahiyyatçı haqqı dinə. O kəslər ki, görsən din adı altında insanları ona kafir, buna kafir, insanlar pis yola çəkirlər, əminamanlığı pozurlar. Hətta deyir ki, saat 3-də çıxdım, deyir, istədim gəzim, deyir. Yəni, gözəl hava, deyir. Baxın, nəyi, çox ölkələr gəzmişəm, deyir, mən belə əminamanlı görməmişəm, deyir. Saat 3-də, deyir, polis yaxınlaşdı, deyir, pəncərəni açdı, dedi ki, yəni, qonaq gəlmişsən, bəlkə yolu azmışsan, harasa səni aparaq. Şok olub. Yaxınlaşıb bizim gözəl polislərimiz görür ki, bir əcnəbi küçədə gedir. Deyirlər, bəlkə yolunu azıb, turistdir. Yaxınlaşıblar ki, yolunu azmışsan, filan, sənə hara lazımdır aparaq. Deyib, yox, gəzməyə çıxmışam. Deyirlər, hə, çox sağ ol. Sağ ol deyib getdilər, deyir. Şok oldum, deyir. Yəni, bu çox ölkələrdə yoxdur, deyir. Mən ölkələr gəzmişəm, deyir. Saat 9-dan sonra mənə deyiblər, hoteldən çıxma. Eynən hocam. Özdə nə ölkələr? Hə. Nə ölkələr, hələ nə bilim, daha böyük, daha imkanlı, Allah Teala gözdən qorusun. Dua eləyək ki, bu əminamanlığımız daimi olsun.